Salam, axşamınız xeyir, hörmətli YouTube və TikTok izləyiciləri. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhərdir. Yəni Gəncə şəhərin özündə, Qılavlıda, bax qarşıda gördüyünüz 2,3 sot torpaqda bax belə bir həyət evi satılır. Qılavlıda sözünü mən sizə bir balaca sonra deyəcəm. Konkretlə hansı ərazidə yerləşir. Bax navesin alt hissəsini deməli 12 metr uzunluğudur, 8 metr enidir. Qarşıda deməli bir zal 2 otaqdır. İndi isə badvalına keçirəm. Bax belə bir həyət ev satılır. Şəhərin özüdür. Univermaqdan bura olan məsafə təxminən 150 metr. Bax belə. Bax bura belə bir qladovkadır. Bura isə yenidən badvaldır. Bax belə bir mini badvaldır. Harsa 3-ün 4-dədir. Bax belə bir həyət evi satılır. Deməli qiyməti mənə deyilənə görə 100 mindir. Ancaq razılaşması olmalıdır. İndi isə mən hamamına keçirəm. Yuxarıda 2 tonluq su bakını görürsünüz. Bundan başqa bax navesin alt hissəsini görürsünüz. Dediyim kimi navesin alt hissəsinin ölçüsü 12-nin 8-ədir. Bax bura hamamıdır. İstəyirəm 2 minutkadır. Qarşı tərəfdə həmin ərazidir. İndi isə mən otaqlara keçirəm. Bax belə bir həyət evinin qiyməti 100 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. İncə mətbəəni göstərirəm. Bax buradan mən sizə göstərirəm. Ümumiyyətlə splaşnoy polları çox möhkəm materialdır. Yəni taxtadır hamısında. Bax bura belə bir zaldır. Ümumi sayəsi mənə deyilənə görə hardasa kvadrat metrindən 80 metr deyilib. Ancaq 80 kvadrat metr deyilib. Ancaq dəqiq məlumat deyil bu. Yenidən mən sizə deməli zalını göstərirəm. Dediyim kimi şəhərin özündə, yəni Univermaqın arxa tərəfində yerləşir. Təxminən bax Univermaqın yanından bu həyət evinə qədər olan məsafə demək olar ki 150 metr plus minus ola bilər. Bax bu otağın ölçüsü 4-ün 4-dədir. İndi mən sizə belə bir söz deyim. Deməli qarşıdan siz yuxarıda pəncərəni görürsünüz. Bax burada vəziyyət bu cürdür. Həmin pəncərə qonşunun məhəlləsinə baxır, yəni qonşunun krişasına baxır. Mənə bu cür məlumat verilib. İndi isə deməli ən böyük otağa keçirəm. Bax burada da qarşıda deməli siz pəncərəni görürsünüz. Pəncərə dedikdə yəni forçkanın. Bax buranın ölçüsü hardasa 8-in 5-ədir. Bax belə bir həyət evinin qiyməti 100 min manatdır. Ancaq mənə deyilənə görə razılaşma olmalıdır. Mən onu belə bu cür deyirəm. Deməli şəhərin mərkəzində, yəni Univermaqın arxa tərəfində olduğuna görə ətrafdan, yəni bu demirəm bu həyət evinin yaxınlığından təxminən 150 metrindən hər bir tərəfdən hər bir istiqamətə marşrutlar işləyir. Bu tərəfdən 5, bu tərəfdən deməli 6, 4 nömrəli orta məktəblər yaxındır. Yəni ərazidə olan orta məktəblər dedim. Yəni şəhərin mərkəzi olduğuna görə çoxlu marşrutlar işləyir. Bunun hamısını sadalamıram. Bax belə bir həyət evinin qiymətini yenə təkrar edirəm. Deməli 100 min manatdır. Ancaq qiymətində razılaşma olmalıdır. Bax belə sizlərə uğurlar.